Fəsil 20. Artıq gec idi. Rüstəm mənzilin qapısını sakitcə açanda. Dəhlizdə onu anası Mətanət xanım qarşıladı. O artıq ona tərəf gəlirdi. "Bağışla ana, gecikdim," deyə Rüstəm pıçıltı ilə dedi, pencəyini çıxararaq. "Samirəni evə apardım, sonra biraz gəzdim, fikirləşdim. Aysel yatıb?" "Hə, divanda elə oradaca yuxuya getdi, səni gözləyirdi. Mən onu yatağına apardım. Gəl mən sənə çay dəmliyim." "Yox ana." Rüstəm qonaq otağındakı kresloda əyləşdi. "Sadəcə yanımda otur." Mətanət xanım onun yanında oturdu. Bir neçə saniyə susdular. "Necəsən, oğlum?" deyə o mehribanlıqla soruşdu, üzünə baxaraq. Rüstəm irəli əyildi, baxışlarını yerə dikdi və anasının əllərini öz əllərində sıxaraq sakitcə dedi. "Mən sadəcə xoşbəxtəm. Elə bir xoşbəxtlik ki, dərhal evə qayıtmağa qorxdum. Bu hissi içimdə biraz da saxlamaq istədim. Bilirsən, yəqin ki, Aysel doğulandan bəri özümü bu qədər yaxşı hiss etməmişdim. Mən çox istəyirəm ki, hər şey yoluna düşsün. Sənin üçün narahatam." Qadın köks ötdü, oğluna sevgi ilə baxaraq. "Onunla tanış olanda sakitləşəcəksən. O Nərmin deyil, tamamilə başqadır. İsti, işıqlı və çox gözlənilməzdir." O xatirələrə dalaraq gülümsədi. "Bilirsən, mən diz çöküb üzüyü çıxaranda nə etdi?" O da diz çöktü və hə dedi. Mətanət xanım gülümsədi. "Əminəm ki, o xüsusi biridir. Aysel də ona ürəkdən bağlanıb. Amma Nərmin qızın üzərində çox təsir edir və qorxulam ki, bu təsir yaxşı deyil. Bilirəm, bu mənim səhvimdir, onu yenidən həyatımıza buraxmaq. Ayseli daim qızışdırır, manipulyasiya edir, Samirəyə qarşı doldurur. İstəsən mən onun anası ilə danışım," deyə təklif etdi. "Düşünmürəm ki, kömək edər. Nərminlə mən özüm danışmalıyam." Anası başını tərpətdi. "Yaxşı oğlum, amma möhkəm dayan, hər şey yoluna düşəcək." O telefona baxıb tələsik qalxdı. "Ay, atam artıq gəlib məni aparmağa, qaçıram. Sən isə Samirənin anasının nömrəsini tap. Axı gələcək gəlinlə valideynləri ilə tanış olmaq lazımdır. Adət üzrə əlçilik müqəddəs məsələdir. Siz gənclər hər şeyi tərsinə edirsiniz." Rüstəm güldü və anasını qucaqlamaq üçün qalxdı. "Mən də səni sevirəm, ana, və hər şey üçün təşəkkür edirəm. Özünə bax və nəvəmə də." Mətanət xanım artıq pilləkən meydançasından səsləndi. Samirə evə girəndə bütün ailənin yığışdığından xəbərsiz idi. Zema xanım süfrə başında canfəşanlıq edirdi, sona bıçaq çəngəlləri düzürdü, Vaqif bəy və Qalib isə nə isə qızğın şəkildə müzakirə edirdilər. Görünür, işlə bağlı idi. Samirə tərəddüdlə qapının ağzında dayandı. "Elə vaxtında gəldin, get əllərini yuv və süfrəyə." Ana arxaya baxmadan əmr etdi. Qalib bacısına baxıb qəfil gülməyi kəsdi. Onu diqqətlə süzməyə başladı. "Bugün nə hədələr var, nə də mənə uçan əşyalar. Hər şey qaydasındadır?" "Mən hə dedim," Samirə çaykit, amma aydın səslə dedi. "Qorxuram soruşmağa. Hansı suala?" Qalib istehza ilə dedi. Amma baxışı dərhal onun əlindəki üzükdə ilişib qaldı. Hər şeyi anladı. "Sən bilirdin?" Samirə heyrətlə ona baxdı. "Hə, bir ay əvvəl," deyə o ucadan güldü. "Sənin Rüstəmin sir saxlamağı bacarmır. Əminəm, yola gedəcəksiniz." "Yaxşı, sən oynadığını oynadın, ata, ver tapışları," dedi Samirə. "Öz tapışların nə olub sənə?" Vaqif bəy təəccüblə soruşdu. "Ümumiyyətlə burada nə baş verir?" "Sənin tapışın böyükdür, daha ağrılı dəyər. Üstəlik o hər şeyi bilirmiş və susurmuş." Qalibə nişan aldı. "Ay, sakit ol bacı," Qalib tapışdan yayılaraq dedi. "Mən axı onun sürprizini poza bilməzdim. Mən sürpriz sevmirəm." Yenə nişan aldı. "Ümid edirəm o sevir, çünki onun üçün sürpriz olacaq. Öyrənmək ki, onun çox dəqiq nişan alan arvadı olacaq." Yenə başladılar. Zema xanım başını buladı. "Bəsdir, hamınız yerinizə oturun və tez hər şeyi izah edin, yoxsa mən özüm nəsə atmağa başlayacağam." Vaqif bəy masaya vurdu. "Rüstəm, mən sənə onun haqqında danışmışdım. Samirəyə evlilik təklif edib və o da qəbul edib." Zema xanım izah etdi.
Bunu artıq başa düşdüm, Vaqif bəy mızıldandı. Bəs adətlərimiz? Qızaran Samirə gözlərini yerə dikdi və dedi. Rüstəmin anası Mətanət xanım sabah zəng edəcək, anamla hər şeyi danışacaqlar. Bəs sən yoxladınmı, bu Rüstəm nə quşdu? Ona izah etdinmi ki, qızımı bir də incitsə nə olacaq? Sərt səslə Vaqif bəy Qalibə baxdı. Hə, hər şeyi xırdalığına qədər izah etdim. Baxmayaraq ki, məncə daha çox oğlan üçün narahat olmalıyıq. O hələ də tapış zərbəsini xatırlayaraq çiynini ovuşdurdu. Yaxşı, köks ötdü Vaqif bəy və yumşaldı. Xoşbəxt ol, quzum. Sağ ol, ata, Samirə dərhal onu qucaqladı. Xoşbəxtlik sənə, balam, Zema xanım onu bağrına bastı. Sənin adına çox sevinirəm, bacıcım, deyə Sona sevinclə dedi. Gəl üzüyü göstər. Vay, nə gözəldir, zövqü varmış. Demək olar ki, mənim Qalibim kimi. Demək olar ki, Qalibin səsi dərhal arxadan gürüldədi. Yox, yox canım, sənin zövqün ən gözəlidir. Sən isə mənim üçün ənsən. Sona gülərək özünü yığışdırdı. Razıyam, ən, mızıldandı. Səsindən bəlli idi. Tamamilə başqa şeyləri nəzərdə tuturdular. Bütün axşam isti, ailəvi bir atmosferdə keçdi və dünyada heç nə Samirənin qəlbində məskən salan o işıqlı hisslə, nəhayət onu tapmış xoşbəxtlik hissi ilə müqayisə olunmaz idi.